Hava dəyişikliyi ilə birlikdə immun sistemimizin əlavə dəstəyə ehtiyacı yaranır. Rasionunuza bəzi faydalı qidaları əlavə etməklə özünüzü xəstəliklərə qarşı daha güclü qoruya bilərsiniz. Məsələn, gilə meyvələr, istər təzə, istər qurudulmuş olsun, antioksidantlarla zəngindir, bədənimizi gümrah saxlayır. Balıq, xüsusilə omega-3 ilə zəngin balıqlar leykotsitlərin fəaliyyətini artıraraq infeksiyalara qarşı müdafiəni gücləndirir. Tünd yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, brokoli, gül kələmi, vitamin C və antioksidant mənbəyidir, hüceyrələrimizi qoruyur. Çərəzlər, badam, qoz, balqabaq tumu, maqnezium, fosfor, sink və seleniumla zəngindir, immuniteti balanslaşdırır. Ədviyyatlar, zəncəfil, sarımsaq, sarı kök, qədimdən xəstəliklərin qarşısını almaqda istifadə olunur, iltihabı azaldır. Sitrus meyvələrindən portağal, qreypfrut, limon ən güclü C vitamini qaynaqlarından biridir. Rəngli tərəvəzlər, kök, bibər və digərləri beta-karotin və C vitamini ilə zəngindir, immuniteti gücləndirir. Toyuq şorbası və sümük bulyonu iltihabı azaldır, bağırsaq divarını bərpa edir. Probiotik qidalar, qatıq, kefir, turşu qidalar, onlar bağırsaq mikroflorasını dəstəkləyir. Sağlam bağırsaq güclü immunitet deməkdir. Sağlam qalın və immunitetinizi təbii yollarla dəstəkləyin.